Lar şəkilçili feildə la hissəsinin araşdırılmasına bağlı qaydaya baxaq. Əgər lar şəkilçili feildə la şəkilçi kimi ayrıla biləcəksə, yəni biz onu kökdən ayıranda yerdə qalan hissə məna verəcəksə, deməli la orada leksik şəkilçidir və bu zaman onun üzərinə gələn yar, iki cür qeyri-qəti gələcək zaman şəkilçisi ixtisar olunaraq r şəklində qalacaq, yəni onun ya hissəsi ixtisar olunacaq və bu zaman alınan ünsür lar iki hissədən ibarət olacaq. La leksik şəkilçi, r qrammatik şəkilçi. Yəni burada bir heca tərkibində iki şəkilçi olacaq. Yox, əgər la şəkilçi deyil, söz sonluğudursa, onda sözə birbaşa yar qoşulur və yarın yenə ya hissəsi ixtisar olunur və təkcə r qalır. Onda burada artıq la ünsürü qalmır. Bu yalnız bircə r qrammatik zaman şəkilçisi qalır və söz yalnız bir qrammatik şəkilçidən ibarət olur. Deməli, fərq lanın və araşdırma birinci lanın şəkilçi yoxsa söz sonluğunu olması ilə əlaqədardır. Əgər la dediyimiz kimi şəkilçidirsə, onda lar bir qrammatik, bir leksik, söz sonluğudursa yalnız bir qrammatik olacaq. Nümunələrə baxırıq. Səsləyər sözündə səslər, birinci lər qoşulub, nə edər sualına cavab verir. Burada sual şərtdir və nə edər sualına cavab verən sözdə biz ləni araşdırırıq. Səs sözündən səslə düzəlir. Deməli, lə burada şəkilçi kimi iştirak edib, onda r təkcə zaman şəkilçisi olur və deməli, lər şəkilçisi iki tərkibdən ibarətdir. Lə leksik və r qrammatik şəkilçi. Dinləyər sözündə yenə söz nə edər sualına cavab verir və yenə baxırıq dinlə lənin ayrılmasına. Din götürsək, din sözünün heç bir mənası ilə dinlərin əlaqəsi yoxdur. Ona görə lə burada şəkilçi deyil və dinlə bütövlükdə kökdür. Deməli, qalan şəkilçi ancaq yərdir və yər zaman şəkilçisi də ixtisar olunaraq təkcə r qalır dinlər sözündə. Ona görə bu sözdə artıq lə ünsürü yoxdur və şəkilçi ancaq r-dır, o da yalnız qrammatik şəkilçidən ibarətdir. Yəni, burada fakt olaraq l ünsürü yoxdur. Yaddaşı necə yadda saxlayırıq? Deməli, la feildə la iki cür şəkilçidirsə, onda nə edər sualı ilə ona qoşulan lar iki leksik şəkilçidən ibarət olacaq. Şəkilçidirsə, söz sonluğudursa, orada artıq lar yoxdur.